Və istər özünüzün olmayan məqsədlər, özünüzə aid olmayan bir əks cinsdən birini istəmək olsun ki, başda yazırsınız, məsələn, təlimdən sonra Əbülfəz mənim olsun. Heç Əbülfəz sənə aid de deyil, o başqasına aiddir bəlkə də. Ya da hardasa kinoda gördüyün bir personaja oxşuyur, nə bilim, Kiralı Qaşqda gördüyün personaja oxşuyur, ona görə sənin ondan xoşun gəlir. Əslində isə o kinonun personajı idi, amma sənin həyatında olması gerəkən personaj deyil. Sən sadəcə hardasa görmüsən deyə. Ya da mən belə etmişəm bu səhvləri ki, görürəm ki, hamı blogerlə evlidir və mən də istəyirəm bir blogerlə evlənmək. Və bütün məqsədlərimi bunun üzərinə qurmağa başlayıram. Sonra baxıram ki, tamam da bu başqasının məqsədidir, başqası istəyir, başqasına maraqlıdır blogerlə evli olmaq. Bilmirik, çoxsu xoşbəxtdir yoxsa yox, Asiya bu sənin məqsədin deyil və ola da bilməz. Çünki sən başqasına baxdın, istəndin bunu. Burada önemli bir point var. Mən həmişə ilham qaynağı olmağa çalışıram. Mən həmişə öz həyatımda hansısa bir xoşbəxt anları həmişə paylaşmağa çalışıram ki, siz enerji və motivasiya alasınız. Amma əgər siz götürsəniz, məndə olan şeyləri eyni ilə kopyalamağa başlasanız, o zaman həm də mənim taleyimi də kopyalamağa başlayacaqsınız. Çünki siz məni kopyaladığınız anda və yaxud da başqa bir blogeri, onun məqsədlərini, siz ki, necə ki, getsəz başqasının evini təmizləsəz, o evin qoxusu da, aurası da, düzəni də sizə hopacaq. Siz artıq o evin xanımı kimi yavaş-yavaş hiss etməyə başlayacaqsınız.